Hoş gördük. Na, değerli dostlar, Bhagavatam'ın, Bhagavad Gita'nın değerli dinleyicileri. Böylece bizim muhazirlerimizi dinleyen değerli dinleyicilerimizden böyle bir yeni değerli sual. Yani evvelki muhazireden doğan növbəti bir sual. Çok oldukça aktual sualdır ve aynı zamanda da bu məntiqlə söhbətlərə məntiqlə yanaşan insanın sualıdır. Məntiq. Yəni məntiq biz söhbətlərə qulaq asanda məntiqlə həmin dəqiqə bu sual yaranır. Yəni bu sualı mənə çoxlu sayda veriblər, lap çoxlu sayda. Kim ki diqqətlə qulaq asır, həmin dəqiqə məntiq gəlib çıxır bu sualın üstünə ki, əgər əbədiyyət, sual belə bax görürsünüz, əgər əbədiyyət mütləq pak bir aləmdirsə, hər şey orada pakdır, təmizdir. Mühabbət necə ola bilər ki, pak, təmiz belə bir yerdə hansısa bir dənə çirk, hansısa bir dənə xoşa gəlməz bir negativ bir şey yarana bilsin ki, o da öz nəfəsində səbəb olsun ki, əbədiyyətin sakini gəlsin, maddiyyat adlı əbədiyyətin həbsxanasında neynəsin, zaman hökmü altında məhdudlansın, bədəndən bədənə köçsün, doğuluş, xəstəlik, qocalıq, ölüm kimi proseslərə məruz qalsın. Məntiqi sualdır, bəli, doğrudan da belədir. Məntiqlə bu belədir. Amma onu nəzərinizə çatdırım ki, bizim ruhi şəxsiyyətimizlə Tanrının arasında əzəldən yalnız və yalnız sevgi münasibəti var. Sevgidən başqa heç nə yoxdur. Və sevgi də heç bir məntiqə sığışmır. Sevgi məqamına yüksələndə məntiq qalır ayaq altında. Yəni sevgi məntiqə sığışmayan anlayışdır. Sevgini heç bir məntiqlə izah eləmək mümkün deyil. Heç bir məntiqin gücü çatmır sevgini izah eləsin. Məntiq sevgi ilə mənasızlığın ortasındadır. Yəni məntiqdən güclü sevgidir, məntiqdən aşağı mənasızlıqdır. Amma mən istənilən halda bu suala cavab verəcəm indi, izah edəcəm bu sualı. Bu sualın cavabını başa düşmək o qədər də çətin deyil. Deməli, bu sualın cavabı belədir ki, bu maddi dünyada biz diqqət eləsək, burada yaşadığımız dünyada diqqət eləsək, bizim arzulamaq qabiliyyətimiz var. Arzulamaq, daima nəsə arzulamaq. Arzularla yaşayırıq, istəklərlə, arzularla yaşayırıq. Və bu istəklər, arzular, hər dövrün öz istəkləri, arzuları var. Uşaqlıqda bir cür arzular, istəklər var. Gənclikdə bir cür, cavanlıqda bir cür, yaşlaşanda bir cür, qocalanda bir cür və bu arzular, istəklər bitib tükənməzdir. Həmişə var. Niyə? Çünki arzulamaq qabiliyyəti bizim ruhi şəxsiyyətimizin qabiliyyətidir. İlk növbədə başa düşməliyəm ki, mən ruhi şəxsiyyətəm bu bədənin içində. Bu bədən mənim şəxsiyyətim deyil. Bu bədən mənim illüzor şəxsiyyətimdir, negativ şəxsiyyətimdir. Necə ki, şəkilin negativi olduğu kimi əvvəlcə plyonka. Sonra onu keçirdirlər müəyyən bir prosesdən, foto kağızın üstündə o təzahür eləyir pozitiv kimi. Düzdür. Eləcə də bizim bu bədənimiz bizim negativ şəxsiyyətimiz. Eləcə də bizim pozitiv şəxsiyyətimiz, real şəxsiyyətimiz ruhi təbiətli bir şəxsiyyətdir ki, bu fiziki bədənin daxilindədir. Bədən, maddi enerji tərəfindən verilmiş bizə, təqdim olunmuş bizə mürəkkəb bir dənə bioloji aparatdır, maşındır. Bunu başa düşmək çox vacibdir. Bu girişdir, bu əlifbadır. Bunsuz heç bir şeyi anlamaq mümkün deyil. Heç bir suala yerli yataqlı cavab vermək, almaq mümkün deyil. Və bədənlər bizim kainatda 8 milyon 400 mindir. Bunu Tanrı özü deyir. Özü Krishna şəxsən. Bizim kainatda 8 milyon 400 min bədən forması var. Bunun 400 mini insan formasıdır. Yəni kainatda 400 min insan forması var. Biz 11'ini tanıyırıq. 8 milyon isə quşlar sürünənlər, bitkilər, suda yaşayanlar, heyvanlar və s. Deməli, biz burada görürük ki, arzular, istəklərimiz bizi neynir? Arzulamaq qabiliyyəti ruhun qabiliyyətidir. Bizim ruhi şəxsiyyətimizin qabiliyyətidir. Arzulamaq və istəmək.
Onun həyata keçirən, arzuları, istəkləri həyata keçirən Tanrıdır. Elə bu dünyada da bizə elə gəlir ki, biz nəyisə arzuluyuruq, istəyirik və sonra da qollarımızı çırmalayırıq onları həyata keçirmək üçün özümüzü o da közə vururuq. Bu bizə elə gəlir, başa düşdünüz? Əslində isə bu belə deyil. Bizə ancaq istəməkdən arzulamaq, bizə elə gəlir ki, biz arzuluyuruq, istəyirik və sonra qolumuzu çırmalayırıq, düşürük arzu istəklərimizi həyata keçirmək üçün canfişanlığa. Bu bizə elə gəlir, başa düşürsünüz? Amma reallıqda isə biz ancaq arzuluyuruq və istəyirik və salam. Bütün həyat prosesin hamısını həyata keçirdir Tanrı. Qəlbimizdə olan Tanrı mələklərlə. Biz heç nə eləmirik. Arzularımızı, istəklərimizi həyata keçirdən Tanrıdır. Bax, elə bu maddi dünyada, elə buradaca, başa düşdünüz? Biz özümüz heç nə eləmirik. Hamısını eləyən Tanrıdır. Biz ancaq istəyirik. Çünki bu maşının real, bədən deyilən maşının real sahibkarı Tanrıdır. Biz onu ondan arendaya götürmüşük, müvəqqəti olaraq istifadə edirik. Başa düşdünüz? Və bunun işləməsini də nəzarət edən odur. İstənilən halda biz burada bu arzularımızla, istəklərimizlə yaşayırıq. Elə bir ki, bu taksi sifariş eləyib, onu hara istəyirsən sürdürməyə bənzir. Taksi sifariş eləyirsən, gəlir, sürücüsü var, maşın var. Sən oturmuşsan arxada, hara sifariş eləyirsən, onlara sürür. Və salam. Bizim vəziyyətimiz buna bənzəyir, bildiniz. Eyni zamanda da biz məsələn, biraz daha həqiqətə, reallığa yaxınlaşdırım ki, başa düşək. Eyni zamanda da biz görürük ki, taksi sifariş eləməyə də pul lazımdır. Elə deyir. Ona görə maddi dünyada biz burada arzularımızı, istəklərimizi nə ilə həyata keçirdik, kobud dildə desək, pulla. Məsəl üçün, müasir dövr insanı bilir ki, pulun varsa, yaxşı pulun varsa, istədiyin arzuyu, istəyi həyata keçirdə bilərsən. Elə deyir, pul. Pul vasitədir. Arzu və istəkləri həyata keçirmək üçün bir vasitədir. Elə deyil, bəli, belədir. Müasir dövrdə bu belədir. Əsasən də, başqa bir, kimsə təhsillə eləyə bilər, kimsə hansısa bir güclə, qüvvətlə, nə ilənsə, yəni bir vasitə var da, mən elə bir ki, o vasitənin ən kobudunu dedim ki, bu puldur. Məsələn, pulun varsa, gərəyincə, istədiyin arzuyu həyata keçir də, pulla ödədin, keçirdin həyata və s. Bildiniz? Beləcə də bizim arzu və istəklərimiz ruhi şəxsiyyətimizə xas olduğuna görə arzulamaq. Bu bizim əbədiyyətdə də, əbədi əzəli həyatımızda da bu şeylər var. Arzularımız, istəklərimiz. Sadəcə olaraq burada bizim arzu istəklərimiz bədənimizə uyğunlaşdırılıb. Çünki biz özümüzü unudub bədənlə özümüzü eyniləşdiririk. Ona görə arzulama qabiliyyəti proyeks olur bədənin üstünə. Bədən də bizə illüzor enerji verir. Tanrının illüzor enerjisi bildiyiniz nətər? O illüzor enerjinin nəzarəti ilə baş verir. Bizim bu arzu istəklərimizin həyata keçməyi. Çünki bədənə aiddir hamısı. Onun iradəsi ilə uyğunlaşdırılır bizim arzu istəklərimiz. Bədənimizə aid arzular da hamı bu sadə deyil. Bədənin rahatlığı, komfortu, həzzi, sağlamlığı, övladı, əsli, nəcabəti, mənsubiyyəti və s. məxsusiyyət. Arzu istəklərimiz buna uyğundur. Amma əbədiyyətdə isə bizim arzu və istəklərimiz Tanrı Allah Ali şəxsən özünün iradəsi ilə üst-üstə düşür. Ona görə biz bura peyğəmbərlər, imamlar, müqəddəs yazılar, müqəddəs şəxsiyyətlərin gəlməkdə, getməkdə yeganə bir dənə nələri var? Yeganə bir dənə göstərişləri var. O da nədir? Burada yaşayan canlı varlığın arzusunun təbiətini dəyişmək, tərkibini. Arzulamaq qabiliyyətini yox, arzunun tərkibini dəyişmək. Yəni ki, bədənin üçün arzulamaqdan ruhun üçün arzulamaq platformasına keçid eləməyə deyirlər dinlər, peyğəmbərlər, müqəddəslər, imamlar və s. Bunlar hamısı bunun üçün gəlirlər. Biz burada yaşayan insan bədəni almış canlı varlığa başa salırlar ki, sən bu müvəqqəti bədənin üçün arzulamaqların hamısını yavaş-yavaş transformasiya edirsən əbədi olan ruhun üçün arzulamağa. Bunu İsa əleyhissalam öz təlimində vermişdi. Ona görə də əbədiyyətdə bizim arzularımız Tanrının istəklərinin üst-üstə düşür tamamilə. Çünki biz ondan eyni keyfiyyətə malikik.
Amma orada arzu istəklərin həyata keçirilməsi üçün vasitə sevgidir. Sevgidən başqa heç bir valyuta yoxdur orada. Əbədiyyətdə valyuta arzu və istəklərin həyata keçirilməsi üçün valyuta sevgidir. Vəssalam. Sevgidən başqa valyuta yoxdur orada. Bildiniz? Sevginin miqdarında biz nə edirik? Orada arzu və istəklərimizi həyata keçiririk. Əbədi həyatımızda. Sevgi də hamıda eyni miqdarda deyil. Sevgi miqdarı, sevgi ümumiyyətlə sonsuzluğa qədər artan bir dənə duyğudur. Amma ki o da hər bir canlı varlıqda Tanrı ilə arasında olan münasibətdir, canlı varlığın orada. O da müxtəlif miqdarda olan. Necə ki burada pul hamıda eyni miqdarda deyil. Və kimin nə qədər pulu var, o qədər də arzularını həyata keçirir. Orada da sevgi bütün ruhi canlılarda var, amma hamıda eyni miqdarda deyil. Bu sadəcə bir fəlsəfə deyil. Yəni bunu burada da duymaq, görmək çox asandır. Çətin deyil ki, bildiniz. Yəni əbədiyyətdə arzu və istəklərin həyata keçirilməsi təmin olunur ancaq nə ilə? Məhəbbəti, sevgi miqdarı ilə. Sevgi də orada hamıda eyni miqdarda deyil. Necə ki burada pul hamı eyni miqdarda deyil. Hətta sevgi də müxtəlif cürdür burada. Övlad valideyn sevgisi, oğlan qız sevgisi, təbiət insan sevgisi, bacı qardaş sevgisi. Bu müxtəlif sevgilər, sevginin müxtəlif cür belə nəyi təzahürü, bunlar müxtəlif miqdarı da göstərir, bildiniz nədərim. Bu ayrıca bir fəlsəfədir. Bu mənada sevginin müxtəlif olmağı, müxtəlif səviyyədə olmağı, orada müxtəlif canlı varlıqlar arasında, Tanrı ilə arasında müxtəlif cür münasibətlər vardır. Burada olduğu kimi. Burada necə müxtəlif cür münasibətlər var. Eləcə də orada müxtəlif cür münasibətlər vardır. Bütün burada gördüyümüz münasibətlərin hamısı əbədiyyətdə olan münasibətlərin burada güzgüdə əksidir. Və də çox məhdud formada. Orada münasibətlər, emosiyalar buradakindən sonsuzluq qədər boldur. Ona görə də orada olduğuna görə burada hər şey təzahür edir, göstərir özünü. Güzgüdə əksi olan kimi, bildiniz. Burada hər bir şey əbədiyyətdə olanın güzgüdə əksi kimidir. Yəni reallıq deyil də, güzgüdə öz əksimizi görürük, amma toxunanda əlimiz şüşəyə dəyir. Gördüyümüz bir şey olur, toxunduğumuz başqa şey. Eləcə də burada bütün münasibətlərin ancaq illüzor əksidir. Əbədiyyətdə olanların maddi dünyada illüzor əksidir. Ona görə də buradakı münasibətlər insanlar həmişə məyus və peşman eləyir. Nə edir? Kədərləndirir, qəm-qüssəyə qərq eləyir. Bu mənada əbədiyyətdə də arzu və istəklər sevgi miqdarı ilə həyata keçirir. Ona görə orada o pak aləmdə səbəb, maddi dünyaya gəlməyin səbəbi çox həddindən artıq nəzərə çarpmayacaq dərəcədə pak şəkildə özünü biruzə verir. Kobud şəkildə yox, pak şəkildə. Sevgi səviyyəsində, təsəvvürə gətirsiniz, sevgi səviyyəsində. Məsəl üçün, bir miqdar sevgi olanın, başqa bir miqdar sevgi olanın münasibətlərinə bu və digər maraq oyanır. Məsələn, mən burada pulum çatır ancaq özümə motosiklet almağa. Alıram, sürürəm, amma gözüm qalıbdır bahalı bir dənə Lexus Jeep sürən maşının dalında. Gözüm qalıb onun dalında. Amma özüm ancaq motosiklet sürürəm. Günlərin bir günü mənə kimsə başa salır ki, sən özünə Lexus istəyirsən, motosikletlə, pulu ilə Lexus ala bilməzsən axı. Gərək motosikleti satasan, sonra biraz çalışasan, işləyəsən, yığasan, üstünə toplayasan, nə bilim, gəlib kredidə götürəsən da alasan, elə deyil. Eləcə də əbədiyyətdə bir miqdar sevgisi olanın, başqa bir miqdar sevgisi olana bu və ya digər diqqəti yayınır. Bunu Tanrı həmin dəqiqə qeydə alır. Bir dəfə, iki dəfə onu çox sevgi ilə, məhəbbətlə ki, bu sənin deyil da, sənin yeməyin deyil. Yox istəyirəm, yox sənin yeməyin deyil bu, yox istəyirəm axı, istəyirəm də o güclüdür. Məsəl üçün, dostluq sevgisi ilə oğlan qız sevgisinin ləzzəti eynidir, yox. Deyil. Valideyn uşaq sevgisi ilə qadın kişi sevgisi eynidir, yox. Bildinizmi necə baş verir? Sevgi səviyyəsində. Ona görə ilahi şuur nöqteyi nəzərindən, yəni əbədiyyətin prizmasından maddi dünya cəza müəssisəsi deyil.
Biz buna deyirik Krishna şuuru, ilahi şuur. Yəni biz özümüzün ilahi şuurumuzu bərpa edəndə Tanrı ilə eyni olan keyfiyyətcə. Onda maddi dünya bura həbsxana deyil. Bura cəza çəkmə müəssisəsi deyil. Bura sevgini artırmaq üçün təyin olunmuş laboratoriyadır. Sevgini artırmaq üçün təyin olunmuş laboratoriyadır. Bildiniz? Yəni Tanrının nöqteyi nəzərindən biz bura cəza çəkənlər kimi gəlməmişik. Biz bura gəlmişik sevgimizi artırmağa. Çünki o səbəb olub ki, biz düşmüşük, gəlmişik bura. Amma bizim buradan ona Tanrıya tərəf nöqteyi nəzərindən baxışımızda biz bura cəza çəkənlər kimi gəlmişik. Biz onun Tanrıya üzünə ağ olmuşuq, gəlmişik. Bunu başa düşmək çətindir məncə. Bunu başa düşmək o vaxta qədər çətindir ki, biz hələ uzaqdayıq, bildiniz, uzaqda. Məsələn, mən bunu nümunə kimi gətirmişəm mühazirələrdə ki, məsələn, Azərbaycan Ucqar kəndində öskürə imkan vermirəm. Azərbaycan Ucqar kəndində bir çobana gəlib yaxınlaşsam, desəm ki, ay çoban, sən ölkənin prezidentinə paxıllıq edirsən. Çoban belə təəccüblü qazetəcə qarış, mən hara, prezident hara. O 7 Oğuz tərəf kinonunda var, deyir ki, oğul, proletar kimdir, deyir, proletar sənsən, deyir, mən hara, proletar hara. İndi çobana desən ki, sən ölkənin prezidentinə paxıllıq edirsən, deyəcək, ola, mən hara, prezident hara. Mən burada dağın kəlləsində oturmuşam, qoyun otarıram, işim gücüm. Prezident oturub orada. Real səslənmir, deyil. Amma çoban Azərbaycanın vətəndaşıdır. Eyni Azərbaycan vətəndaşına gəlib Nazirlər Kabinetində ya prezident aparatında yaxınlaşsan desən ki, ya Milli Məclisin deputatına yaxınlaşıb desən ki, sən prezidentə paxıllıq edirsən, bunun yeri var. Niyə görə? Çünki bu daha yaxındadır. Hakimiyyətə və prezidentə daha yaxındadır. Ona görə onun paxıllıq eləməsi real səslənir. Amma çobanın paxıllıq eləməsi real deyil. Buna görə özü dərk etmə prosesində Tanrını tanımaq, ibadət, zikir və s. zahidlik, yəni ruhi dirçəliş prosesində insan nə qədər çox Tanrıya yaxınlaşırsa, o qədər ona agah olur. Hansı səbəbdən o gəlib bura, maddi dünyaya, necə baş veribdir? Bizim oradakı, bax bu Tanrıya paxıllıq duyğusu. Bildiyi canlı varlıqların hamısının Tanrıya paxıllığı var. Qadın-kişi münasibəti deyil. Bu qadın-kişi bu nisbi söhbətdir. O çox ucuz söhbət. Bu belə bir şey yoxdur. Qadınlar belə olub, kişilər belə şey yoxdur. Ruhi can qadının kişisi yoxdur. Qadın-kişi bədəni bu nisbi burada bizə verilən bədənlərdir. Bizim burada ruhi şəxsiyyətimizin özünə məxsus bədəni var, bu və ya digər. Burada qadın-kişi söhbəti getmir. O yəni heç bir həqiqətə uyğun deyil. Vəssalam. Ona görə də burada böyük müdriklər, böyük müqəddəs şəxsiyyətlər deyirlər ki, sizin başınıza burada nə gəlirsə gəlsin, sizi tənqid edirlər, təhqir edirlər, alçaldırlar, tərifləyirlər, nə edirlər? Son nəticədə kainat qanunvericiliyi məqamından sizə bir dənə sual deyilir ki, niyə görə belə az sevirsən? Sevgin niyə belə azdır? Deməli, biz bura gəlmişik sevgimizi artırmaq üçün, başa düşürsünüz? Sevgini artırmaq üçün gəlmişik biz bura. Bu, ilahi məqamdan, ilahi prizmadan, transendental əbədiyyətin prizmasından baxanda bu cürdür. Amma buradan ora bu ilahi məqamdan belədir. Transendental məqamdan mən sizə sirri açdım. Amma buradan ora baxanda biz bura cəza çəkənlər gəlmişik. Tanrının üzünə ağ olmuşuq. Başa düşürsünüzmü? Vəssalam, bax bu sualın cavabı budur. Sevgini artırmaq üçün gəlmişik bura. Sevginizi artırmaq yoluna durun. Vəssalam. Qayıdıb bir də gedəsiniz ora. Hansı nə ki sizin diqqətinizi cəlb eləmişdi, bizim diqqətimizi cəlb eləmişdi. O münasibətləri orada əldə eləmək imkanımız həmən dəqiqə yaranır. Bax, bu sualın cavabı belədir. Əgər nəsə qaranlıq qaldısa, nəsə aydın deyilsə, təzədəndən sual verə bilərsiniz, soruşa bilərsiniz, mən xırdalaya bilərəm, izah eləyə bilərəm bu və ya digər məqamı yenidən. Mən elə fikirləşirəm ki, mən tam izah eləyə bildim fikrimi. Qaranlıq bir şey yoxdur. Sual verəndə də özlərim minnətdarlığımı bildirirəm. Hare Krishna.